Hər vaxtınız xeyirli olsun bir daha ölkənin bir nömrəli hava səviyyəsinin dəyərli izləyiciləri. Hal-hazırda canlı yayımda sizlərə də canlı hava şəraiti haqqında məlumat çatdırırıq. Respublika ərazisində bugün ayın 8-dən etibarən bəzi bölgələrdə hava şəraiti dəyişilir. Ümumi dəyişilmə isə ayın 9-dan etibarən gözlənilir. 9-dan etibarən Respublika ərazisində havanın temperaturu olduqca aşağı düşəcəyi gözlənilir. Bir sıra ərazilərdə yağıntılar ehtimalı, külək ehtimalı var və Bakı və Abşeron yarımadasında yağıntılar olması gözlənilir. Ayın 10-u və 11-i aralığında Bakı və Abşeron yarımadası və Respublikamızın bir sıra bölgələrində hava şəraitinin kəskin şəkildə dəyişilməsi ehtimalı. Niyə kəskin şəkildə dəyişilmir? Çünki bəzi bölgələrdə bugün olacaq 30 və 30 plus temperaturlar, sabah bir xeyli aşağı enməsi gözlənilir və bir sıra şəxslərə nəzərinə çatdırın. Bugün Respublika ərazisində temperaturlar olduqca yüksək olacağı gözlənilir əksər bölgələrdə. Bugün qərb bölgələrində və şimal-qərb bölgələrində hava şəraiti dəyişir və sabahdan etibarən isə Respublikanın bütün bölgələrində hava şəraiti dəyişilməsi ehtimal olunur. Güclü yağıntılar olacaq, şiddətli küləklər olacaq. Bu barədə ətraflı yenilənmiş məlumat olacaq. Axşam saatlarında bizi izləməyi unutmayın.